Evet. Bugün 31 Mart 2025 növbəti görüşümüzü keçiririk. Bugünkü mövzu asılılıq və bağlanma stilləri. Asılılıq təkcə bir maddəyə bağlılıq deyil, insanın nəzarət etməkdə çətinlik çəkdiyi hər hansı bir vərdiş ola bilər. Bura siqaret, alkoqol, qumar, pornoqrafiya, sosial media, hətta zərərli münasibətlər də daxildir. Çox vaxt bu sadəcə bir vərdiş deyil, daxili ağrıdan qaçmaq və ya emosional boşluğu doldurmaq cəhdidir. Bəs bunun kökündə nə dayanır? İnsan niyə narkoman və ya asılı olur? Danışdığımız hər şeydə tərəzidən bəhs eləyirik də, ölçüdən bəhs eləyirik. Birinci, onu deyək ki, asılılıq olmasa biz ölərik. Bütün insanlıq asılıdır. Məsələn, anoreksiya xəstələrində yemək yemədiklərinə görə bədən yeməkdən ala biləcəyi bütün o qlükozunu, vitamini, nəyi varsa, bədənin özünü yeməyə başlayır və anoreksiyalar tez ölürlər. Asılılıq hamımızda olmalıdır. Əgər mən çörəkdən asılı olmasam, çörək yemərəm. Sudan asılı olmasam, su içmərəm. Çaydan asılı olmasam, çay içmərəm. Yeməkdən asılı olmasam, yemək yemərəm. Cinsəllikdən asılı olmasaq, nəsil tükənər. Heç kəs evlənməz. Qəşəng geyimdən, baxımdan, özünə baxım, asılı olmasam, cırcındır içində gəzərəm, vəbşə geyim də geyinmərəm. Yəni bizim bütün etdiyimiz hər şey, yatmağımız da bir asılılıqdır əslində. Az yatsam, sağlığım pozulacaq. Çox yatsam, sağlığım pozulacaq. Yuxuya çox böyük ehtiyacım var və yuxudan asılıyam. Bütün yaşamda verdiyi hər hansı bir şey məndə asıllıq gətirir. Yəni asıllıq pis bir şey deyil. Asıllıq gözəl bir şey. Həmişə ölçüdən bəhs edilir orada. Bu ölçüyə baxdığımızda ki, bu asıllıq ölçüsü nə vaxt artır? Bol bir balaca uşaqlarla çalışanda balaca bəbələri getirirlər, qoyurlar, yatırlar. Bunlar xəstəxanada xəstə uşaqlardır, məcburdular həftələrlə orada qalmağa. Anası həftədə bir gün gəlir, həftədə 2 gün gəlir. Baxır ki, əvvəlcə bu uşaqlar acı çəkirlər. Acı çəkəndən sonra baxır ki, ana gəlməyə başlayanda, ana və ya başqası gəlməyə başlayanda əlində uşağı sevindirmək üçün bir oyuncaq getirir. Bir şey getirməyə başlayır. Belli bir zaman sonra baxır ki, bu xəstə uşaqlar hamısı gələnin özünə yox, onun əlinə baxmağa başlayır. Uşaq o vaxt anlayır. Birinci asıllığımız nədir bizim dünyaya gəldiyimizdə? Anamız. Bütün həzzimizi verən anamızdır. Əslində biz asıllıqda ancaq və ancaq anamızdan asılıyıq. Bütün bu yemək olsun, bütün həzz ilkələri olsun, hamısı anaya bağlı bir şeydir. Yəni uşağın ilk asıllığı, ilk həzzi, ilk onun ən dəyərli varlığını əlindən alıblar və o acı ilə o qədər qaldıra bilmir ki, insanlığın həqiqəti ilə çox tez üzləşdiyində və orada ananı qaldıra bilməməni yer dəyişdirir başqa şey. Nəyə? Əldəki getirilən oyuncağa, əldəki getirilən yeməyə. Kəsi görmür. O həkimi görmür, o gələn qohumu görmür, gələn ananı görmür. Gördüyü tək şey əldə gələn şey. Asılı oldu əldə gələn şeyə. Sonra o uşaq böyüdüyündə başlayır AVM-ləri gezməyə, geyimlər. Hər özünü təşvişli hiss etdiyində, gərgin hiss etdiyində qaçır hara? Geyim almağa. Qaçır hara? Yemək almağa. Yəni asıllıq əslində bizim balacalıqda var olan həzzimiz hər dəfə əlimizdən alınanda, bu həzzimiz bizim anamızdır. Anamız bizim əlimizdən alındığında biz onun təşvişini hər hansı bir şeyə axtarırıq. Anam yoxdur, anamın vazası var. Başlayıram anamın vazası ilə oynamağa. Anam yoxdur, yemək var. Anamın məməsi yoxdur, verdiyi süd, şəfqəti yoxdur. Yəni. Mən başlayıram o yeməklə özümü sakitləşdirməyə. Nə vaxt bu asıllıq daha çox olur? Hamımız asılıyıq, hamımız asılı olmalıyıq. Hamımızın ölənə qədər anamızla bir bağ var. O bağ olmalıdır və bu boşluğu həmişə bir şeylə doldurmalıyıq. Anamız bizə qarşı disfunksiyanal olanda, fazla bizi özünsüz buraxanda, şəfqətsiz buraxanda, duyğusuz buraxanda. Yapılan çalışma var ki,
Əslində asılılığa da iki şəkildə baxılır da. Yəni sənin dediyin o narkomaniya, nə bilim, alkoqolizm, bunların hamısı şiddətdir, aqressiyadır. Aqressiya kimə qarşıdır? Başqasına qarşıdır, yoxsa özümə qarşıdır? Aqressiya özümə qarşıdır. Yəni əslində intiharın özü də başqasını öldürmə istəyidir. Bu başqası anadır. Öldürə bilmədiyi üçün mazoxistik olaraq özünü öldürməyə keçir. Və bu depressiyaya soxur. Həzzimi durdurduğum anda o həzz mənə verilmədi və o həzzin qaynağı durdu. Həzzim durduğu anda mən tərki dünyalaşıram. Depressiyaya girirəm, həm özümü, özümlə də hamını öldürməyə çalışıram. Ya ağır qopuqluq var, heç bir şəkildə anadan lazım olanı ala bilməyib və bu içindəki o qədər yoğundur ki bu təşviş, o qədər yoğundur ki bu qorxu, sürekli, davamlı asılılığa ehtiyac duyur. Sırf özünü sakitləşdirə bilmək üçün. Sürekli davamlılıqda nə olur daha çox bizim üçün? Yemə, obezite xəstəliyi oradan gəlir. Avropada bir çalışma olmuşdu. İkinci Dünya Müharibəsindən əvvəl və müharibə zamanında, sonra bu 50-ci illərə qədər davam elədi. Sonra bunu yasakladılar, bu çalışmanı. Yetim uşaqlar üzərində olunan bir çalışma var idi. Yetim uşaqları duygusal olaraq heç bir şey vermirdilər. Duygusal yoxsunluğu yaşadırdılar. Uşaqları yedizdirirdilər, uşaqları giyindirirdilər. Nə şiddət olaraq baxırdılar onların üzlərinə, nə sevgi olaraq. Yəni bir ignor halındaydılar. Bu uşaqlar hamısı öldülər. İndi biz buradan nə görürük? Bu uşaqların ən çox yaşadığı 5 yaşına qədər yaşamışdı. Bunların videoları da var. Uşaq gəlib 3 yaşına, 4 yaşına, amma bəbək kimidir. Elə bir 6 aylıq, 7 aylıq. Duygusal yoxsunluq. İndi burada biz nəyə baxırıq? Yəni heç bir şəkildə duyğu yaşamayanda o uşaq kesinlikle ölür. Deməli hər hansı bir duyğunu yaşaması lazım. Ya acı duyğusu yaşamalıdır, ya sevgi duyğusu yaşamalıdır. Şiddət bu ağır qopuqluq olanda ana heç bir şəkildə bir yerdə var, amma bir şəkildə bir uşağa hərdən bir sevgi verir, sonra başlayır qabını yumağa, neyinisə eləməyə və uşaq qalır qıraqda. İkincisi ən önəmli şeydir. Uşağı özgüvənsiz yetişdirmə. Bu da asılı anallarda olur. Asılılıqda belə bir şey var. Bir çalışma var. Asılların nəvələri deyilən bir çalışma var. Baxırlar ki, gəlirlər insanlar depressiyaya girirlər, bir asıllıq əlamətini göstərirlər, amma heç bir asılılıqları yoxdur. Yəni narkomaniyaya asıllıq yoxdur, hər hansı bir şeyə asılılığı yoxdur. Və bu asılılığı baxırlar ki, anada, atada da yoxdur, nənədə, babada var. Nənədən, babadan asılı olan uşaqlar özlərini nə qədər qorumağa çalışsa da, o asılılığı narkotikaya, alkoqolə, hər hansı bir şey verməyərək öz uşaqlarına asılı olaraq yetişdirdiklərində uşaq da gələcəkdə depressiyaya girir. Bir tərəfdən asılılığa gedir, digər tərəfdən də asılılıqdan özünü saxlayır, çünki anada, atada yoxdur. Bizim anamızda, atamızda nə varsa bizdə o vardır. Buradan bunu deyə bilərik. İkinci ən önəmli şey bu asıllarla bağlı, əgər valideyn, ana özgüvənsizdirsə, qorxularla yaşayırsa, dünyaya güvənsizlik hiss edirsə, təkliyi qaldıra bilmirsə, onda neynəyəcək bu ana? Uşağı özündən asılı eləməlidir. Uşağı özündən asılı eləmək üçün neynəməlidir? Uşağın bütün lazım olan hər hansı bir şeyi öz üzərinə almalıdır. 4-5 yaşına qədər məsələn qaşıqla yedizdirməlidir. Uşaq artıq 2 yaşında qaşığı özü üzərində tutmağı öyrənməlidir. Soruşanda anaya ki, niyə bu 1 yaşında uşağın qaşığını alırsan əlindən sən git, tökür, dağıtır və ya uşaq sıxıldığında oturur, 1-2 yaşında uşaq oturur, anası gəlir, neyin var? Sıxıldım. Gözləyir ki, ana ona bir şey eləsin. Ana, hə, gəl bir sənlə bərabər oynayaq. Uşaq başlayır, uşağın şeyi neydi, həzzi? Ana. Bütün gün ana onun yanında olsun. Və ana bütün gün onun yanında olanda uşaq sıxıntıdan necə çıxmağı öyrənə bilmir. Sıxıntıdan necə çıxmağı öyrənirik? Asılı olaraq sıxıntıdan çıxmağı öyrənirik. Yəni, əgər mən uşağım sıxılırsa, bir şəkildə deyəcəm, oyun tap özünə, gedəcəm, öz işimi görəcəm. Gəlib görürəm ki, yox, uşaq yenə də oyun tapmır. Yanına qələm qoyuram, şəkil qoyuram, kağız qoyuram. Bir də baxıram, uşaq başlayır rəsm çəkməyə. Və bu duyğuların bayıra çıxmasıdır. Bu həzz əslində.
və ya oyuncaqları bir-birinin üstünə qoya bilməsi. Bundan həzz alır. Bacara bilmə həzzi. Nə olur? Asılılığı çox yüngül asılılıqlara keçirdir. Yox, mən onun üçün hər dəfə hər şeyi eləsəm o uşaq üçün, o uşaq öyrənə bilmir yaşamağı, yemək yeməyi, hər hansı problemlə üzləşməyi. Nə olacaq böyüyəndə? Dopamin hormonu ifraz eləmir axı. Dopamin hormonu nə vaxt ifraz eləyir insanda? Hər hansı bir bacarığı, nailiyyəti əldə eləyəndə. Bugün bir oyuncaqla oynayırdı, sabah o ikinci oyuncağı üstünə qoyaraq fərqli bir şey çıxartdı və bu onun xoşuna gəldi. Bu bir nailiyyətdir. Və uşağın dopamin hormonu ifraz elədi. Və hər dəfəsində üstünə qoyanda məktəbdəki nailiyyəti, nə bilim idmandakı nailiyyəti, küçədə uşaqlarla münasibəti qurduğunda, valideynlərlə, müəllimlərlə münasibət qurduğundakı nailiyyəti, hər hansı bir bacarığı ona özgüvən getirir. Özgüvən gəlmədiyində, o nailiyyət gəlmədiyində dopamini hardan alacaq? Mütləq şəkildə ən çox narkotikdən. Çünki ən yüksək dopamini narkotika verir. Ya da başqa hər hansı bir asılılıqlardan.